Elhamdülillah, innel hamdelillah, nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve netubu ileyh. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ve ehl-i beyti ecmaîn. Ve na'uzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yahdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Neşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve neşhedü enne seyyidena Muhammeden abduhu ve rasuluhu. Amma ba'd, feya ibadallah, ittaqullaha ve ati'uh. İnnallaha ma'allezine tegav vellezine hum muhsinun. Kâle Allah Teala fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ellezine yufûne bi ahdillahi ve la yanqudûnel mîthâq. وَالَّذ۪ينَ يَسْلُونَ مَا أَمَرَ اللّٰهِ بِهِ اَنْ يُوسَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ. Sadakallahul azim. Möhtərəm qardaşlar, Uca Rəbbimiz oxuduğum ayədə belə buyurur. O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur, qohumluq və qardaşlıq əlaqələrini möhkəmləndirir, Rəbbindən qorxur və pis haqq hesabdan çəkinirlər. Rasulullah sallallahu aleyhi və səlləm bir hədis şərifində belə buyurur. Mən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərildim. Möhtərəm qardaşlar, elə danışıqlar, elə natiqliklər vardır ki, bütün bir tarixi və bir mədəniyyəti əhatə edir, xarakterizə edir. Bu natiqliklərdən, bu danışıqlardan biri də Cəfər Təyyarın Həbəş Kralı Nəcaşinin hüzurunda etdiyi və İslam mədəniyyətini xarakterizə edən çıxışıdır. Çünki Cəfər Təyyarın bu çıxışı Rasulullah sallallahu aleyhi və səlləmin həyatını, qayəsini, təbliğatını, risalətini əhatə edən və xarakterizə edən bir danışma idi. Afrikanın və insanlığın qaralmış və kirlənmiş idrakını aydınlatan bir danışıq idi. Nəcaşini qövmü ilə birlikdə Muhammed sallallahu aleyhi və səlləmə ümmət edən bir danışıq idi. Möhtərəm qardaşlar, Cəfər Təyyar 25 yaşında bir gənc idi. Xanımı Əsma ilə birgə Məkkədən bəzi möminlərlə Həbəşistana hicrət etmişdi. Hər cürə işgəncəyə və təzyiqlərə məruz qalan möminləri Həbəşistana aparmışdı. Əslində, Resulullahın əmri ilə bir sığınacaq axtarmağa getmişdi. Bundan xəbərdar olan müşriklər müsəlmanları geri təslim etməsi üçün Həbəşistana bir heyyət göndərir. Heyyətə rəhbərlik edən Amir bin As Nəcaşinin hüzuruna çıxaraq bu sözlərlə Nəcaşiyə müraciət edir. Ey hökümdar, bizlərdən bəzi gənclər sənin ölkənə sığındılar. Onlar atalarının dinini tərk etdilər. Sənin dinini də qəbul etmədilər. Bizim də, sizin də bilmədiyiniz yeni din icad etdilər. Onların ataları, əmiləri, yaxın qohum əqrabaları onları geri qaytarmaq üçün bizi sənə elçi göndərdilər. Onlar bu kimsələrin, bunların, yəni bu sənə sığınanların qüsurlarını və qəbahətlərini sizdən yaxşı bilirlər. Möhtərəm qardaşlar, Nəcaşi Amrı dinləyəndən sonra möminləri dinləməyi özünə söz verdi. Onları hüzuruna çağırdı, Cəfər və digər yoldaşlarını içəri girəndə adəti üzrə kralın hüzurunda səcdəyə getmədilər. Nəcaşi bunun səbəbini soruşduqda, biz Allahdan başqa kimsənin hüzurunda səcdə etmərik deyə Cəfər cavab verdi. Afrika qitəsi bu sözü ilk dəfə onun ağzından eşitdi. Cəfər sözlərinə belə davam etdi. Ey hökümdar, biz cahilliyə düşüncəsinə sahib olan bir qövm idik. Ağacdan, daşdan düzəldilmiş bütlərə sitayiş edərdik. Ölmüş, murdar heyvanların ətini yeyərdik. Halal, haram nə olan şeydir bilməzdik. Qız uşaqlarını diri-diri torpağa bastırardıq. Hər cürə pislikdən vaz keçməyərdik, hər cür pisliyi işləyərdik. Əqrabamızla əlaqə saxlamaz, qonşularımızın haqqına riayət etməzdik. Güclü olanlarımız zəifləri əzərdi. Zənginlərimiz kasıbların haqqını verməz, onlara ağır şəkildə davranardılar. Haqq və hüquqa riayət etməzdik. Biz belə halda ikən Allah Teala içimizdən sözündə doğru, etibarlı, əxlaqlı birini peyğəmbər olaraq göndərdi. O bizi bir olan Allaha dəvət etdi. Yalnız ona ibadət etməyə çağırdı. Əmanətə riayət etməyə öyrətdi. Əqraba ilə gözəl şəkildə keçinməyi,
doğru danışmağı, bütün çirkinlik və günahları, qan tökməyi qadağan etdi. Yalan yerə şahidlik etməkdən, yetim malına əl uzatmaqdan, namuslu qadınlara iftira atmaqdan çəkindirdi. Biz də onu təsdiqlədik, əmənnə və səddəqnə dedik. Allahdan ona gələnlərə tabi olduq. Onun halal etdiklərini halal, haram qıldıqlarını haram qəbul etdik. Ancaq və ancaq Allaha ibadət etdik və ona heç bir şərik qoşmadıq. Xalqımız bizə düşmən oldu və bizə olmasın əzab əziyyətləri verməyə başladılar. Buna görə də sənin ölkənə və ədalətinə sığındıq. Biz sənin ölkəndə heç bir təzyiqə məruz qalmayacağımıza ümid etdik. Möhtərəm qardaşlar, bu nəql etdiyimiz bu hadisədən bir çox ibrətlər aldıq. Bunlardan da ən əsası müminin verdiyi sözdə sadiq qalması və hər hansı bir sıxıntıya görə, eləcə də maddiyyata görə əqidəsini və inancını dəyişməməsidir. Bu ümmətə sözündə, əməlində, işində sadiq müsəlmanlar lazımdır ki, ümmət zədələnməsin və digər dinlərə məxsus insanlar da bu insanlardan nümunə alsınlar və İslam gözdən düşməsin. Fərdlərin nadürüst hərəkətlərindən İslam adına ləkə, xoşa gəlməz sözlər sərgilənməsin. Allah Teala hər halımızı çətinlikdə olsaq da, huzurda olsaq da xeyirli etsin. Allah Teala bu ümmətə sözündə, işində, əməlində dürüstlük versin. Allah'ım sen müsəlmanları əlinə, işinə, sözünə sahib çıxanlardan et. Amin. Və selamun aləl mürsəlin və elhamdülillah Rabbil aləmin. Ələ innə əhsənəl kəlam və əbləğən nizam. Kelamullahi məlikil azizil alləm. Kəmə qalə Allah təbarəkə və teala.